Mən Bayır şəhəri qoruyaq təşəbbüs qrupunun rəhbəri kimi Azərbaycanın bütün əhalisinə bəyan edirəm. Eyni zamanda Bakı şəhər sakinlərini məlumatlandırmağı özümə bir vətəndaşlıq borcu və vicdan borcu hesab edirəm. Bildirirəm ki, hansısa qara qüvvələr Zülfəli İsmailova, Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdürü əlahiddə səlahiyyətlər vermişdir. Səlahiyyətlər nədən ibarətdir? İstəyirəm həmin səlahiyyətləri sadalayım, hamı bilsin. Büdcənin pulunu istədiyi kimi xərcləmək. Büdcədən park adı ilə, dövlət ehtiyacı adı ilə evləri almaq və kiraya vermək. Evləri qanunsuz sökmək. Söktüyü evləri günün istədiyi saatında sökmək. Hətta gecə radələrində saat 9-10-dan sonra başlayıb səhərə kimi səslə, küylə, hay-harayla söküntü aparıb əhalini narahat etmək. Alqı-satqı olmadan evləri uçurtmaq. Mən deyərdim ki, buna uçurtmaq yox, dəhşicəsinə dağıtmaq. Tarixi abidələri də uçurtmaq səlahiyyəti ona müstəsna olaraq verilmişdir. Tarixi abidələrdə ev almaq, insanları öldürmək üçün killer tutmaq. Görünür, həmin killerlərin də pulunu büdcədən ödəyəcək. Ola bilsin ki, bunu ehtimal edirəm. Əlavə olaraq, istədiyi şəxsləri səni itirərəm, izin tapılmaz deməsi, istədiyi, yəni ona xoş olmayan insanları şərləyərək, cürbəcür şərlərlə, polisə müqavimət, narkotik və digər hallarla həbslərin aparılmasına nail olmaq. Əlavə olaraq, istədiyi zaman, vaxtından, saatından asılı olmayaraq insanlara məlumat vermədən qazını, işığını, suyunu, internet xəttini darmadağın dağıtmaq, günlərlə bu kommunallardan insanları, ərazidə yaşayan sakinləri məhrum eləmək. Bu, onun özbaşınalığının təqzib edilməz bir sübutudur. Fakt olaraq bu artıq bütün Bakı şəhər əhalisinin, yəni əhalisinə tanış bir haldır. Aldığı evlərə vətəndaşlar yox, o özü istədiyi qiyməti qoyaraq vətəndaşa istəsən bu qiymətdə al, istəməsən səninə pul ödəmirəm, amma evi başına uçuracam demək. Mənzil istismar sahələrin, yəni ЖЭK-in əməkdaşları vasitəsilə sakinlərə təsir göstərmək, dövlətlə dövlətçilik eləməyin, işığınız, qazınız, suyunuz kəsiləcək, çıxılmaz vəziyyətdə qalacaqsınız. Cürbəcür psixoloji təsirlər altında evləri ələ keçirtmək və bunu, bu qaz, işıq, su, internet xəttini kəsərik, bunu həyata keçirir, fakt olaraq bunu həyata keçirtir və bu artıq psixoloji fakt yox, birbaşa işgəncə faktıdır. İnsan hüquqlarının tapdalanması, ayaqlar altında inildənməsi deməkdir. Evlərin qanunsuz olaraq sökülməsi, alqı-satqı aparmadan evlərin uçurulması insanların konstitusiya ilə qorunan mülkiyyət hüququnun tapdalanmasıdır. Bu isə konstitusiyanın tapdalanmasıdır. Konstitusiya dövlətimizin ali qanunudur. Dövlətin ali qanunu Zülfəli İsmailovun ayağının altında inildiyirsə, dövlətimiz artıq sarsılmaq üzrədir. Mən bütün bunlardan Zülfəlinin elədiyi özbaşınalıqları saymaqla qutarmaz. Bütün bu özbaşınalıqların müşahidə fonunda belə başa düşürəm ki, hansısa gözə görünməz qara qüvvə Zülfəlinin arxasında durmaqla yanaşı, Zülfəliyə əlahiddə səlahiyyətlərlə yanaşı bütün dövlət qurumlarını Zülfəlinin istifadəsinə vermişdir. Yəni onun istəyinə uyğun qərarlar qəbul etmək tapşırığı göstərişi verilmişdir. Hansı qurum istəyirsə, mən istənilən yerdə, istənilən kanalda debata faktlarla, sübutlarla, sənədlərlə hazıram. Səslənirəm Arxitektura və Şəhər Salma Komitəsinin rəhbərliyinə.
Mədəniyyət nazirinə, Dövlət Turizm Agentliyinin rəhbərinə, Bakı şəhər İcra Hakimiyyətinə, Yasamal rayon Polis İdarəsinin rəhbərliyinə, Yasamal rayon prokuroruna istənilən vaxt faktlarla dediklərimi sübut eləməyə hazıram. Yetər ki, gəlin debata, hansı kanalda istəyirsiniz. Sözsüz ki, dövlət kanalı, AzTV olsa bu daha yaxşı olar və düzgün obyektiv olar. Kanalı seçin, mən hazıram faktlarla. Gəlin görüşək.